Gəlin bugün sizinlə Azərbaycanda getdikcə böyüyən aliment məsələsi ilə bağlı bilməli olduğunuz ən vacib məqamların qısa və konkret xülasəsinə nəzər salaq. Təsəvvür edin, məhkəmə və icra işləri hər il təxminən 10% artaraq ötən il tam 141 minə çatıb. Yəni, bu rəqəm problemin cəmiyyətimiz üçün nə dərəcədə ciddi və təcili həll tələb edən bir məsələ olduğunu açıq-aydın göstərir. Birinci, gəlin əsas səbəblərə baxaq. Yəni, doğrudan da niyə insanlar bu ödənişdən qaçır? Bilirsiniz, işsizlik və gəlirlərin kəskin azalması kimi iqtisadi problemlər öz yerində, amma bəzən məsələ sadəcə keçmiş yoldaşdan bir növ acıq çıxmaq və gənc nəslin ailəyə bir qədər məsuliyyətsiz yanaşmasıdır. Bunun fəsadı isə çox ağırdır. Fikirləşin ki, təkcə 2025-ci ildə tam 4299 nəfər barəsində məhz qanundan yayınmağa görə inzibati protokol tərtib edilib. İkinci, gəlin qanunun tələblərinə və bu maliyyə yükünün necə bölündüyünə diqqət yetirək. Ailə Məcəlləsinə görə qayda əslində çox sadədir. Bir uşaq üçün gəlirin 1/4, 2 uşaq üçün 3/1, 3 və daha çox uşaq üçün isə düz yarısı ödənilməlidir. Amma məhkəmə təcrübəsində uşaqlar əsasən anaları ilə qaldığı üçün bütün bu ödəniş öhdəliyi və yaranan o ağır maddi yük birbaşa ataların çiyinlərinə düşür. Nəhayət, bəs bu qədər problemin içindən çıxış yolu nədir? Vəkil Ramil Süleymanov hesab edir ki, qanunvericiliyə mütləq düzəlişlər edilməli və qonşu ölkələrin təcrübəsi diqqətlə öyrənilməlidir. Amma ən əsası və deyərdim ki, əsl vəziyyəti dəyişəcək təklif çətinliyə düşən ailələrə operativ dəstək olacaq xüsusi aliment fondlarının təsis olunmasıdır. Təklif olunan bu yeni mexanizmlərin gələcəkdə ailələrimizi və bütövlükdə cəmiyyətimizi maddi böhranlardan necə xilas edə biləcəyi isə doğrudan da hər birimizi daha dərindən düşünməyə vadar edir.